Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar, sizi Qacar Akademiyadan salamlayıram. Bu dəfəki videomuz doktoranturaya aid olacaq. Doktorantura imtahanında hər il qəbula düşən bir qaydanı mən indi sizə izah edəcəm. İnşallah ki, yenə bu il düşər, çünki həm rahatdır, biraz çətindir, amma dilini tutsanız bu qaydanın çox rahatdır və yaxşı da bal gələcəkdir. Niyə də olmasın? Bilirsiniz ki, qrammatika hissəmiz artıq dəyişib. Əvvəlki kimi suallar ABCD sualları, hamısı bir-birindən ayrı suallar olmur. Artıq reading daxilində olacaq. 4-ü ya da 5-i, 4-ü qrammatika, qalanları isə söz bazasına aid olan bir test tapşırığımızdır bizim bu dəfəki test tapşırığımız. Mən qaydanı indi izah eləyəcəm. Arxasınca da bu yeni struktura aid olan bir qrammatik quruluşdan sizə testlər də tətbiq edib, bu dərsi çox rahatlıqla başa düşəcəksiniz. Bəli, hər hansı bir sualınız olduqda isə yenidən bizə Qacar Akademiya Instagram adresimizdən bizə yazıb, nəsə bir sualınız olanda da soruşa bilərsiniz əlbəttə. Həmçində rəylərə qeyd edin, mən rəylərə vaxt aşırı qayıdıb sizin suallarınıza cavab verirəm. Elə isə başlayaq. Deməli, bizim, yenə deyirəm, mütəmadi hər il qəbula düşən bir qaydamız var ki, bunlar who, whom, whose, which, that, when, where, why da yazıram bura, lazım olar. Baxın, bu qaydalar, bax bu sözlər ki var ha, bax bu sözlər relative pronounslar adlanır. Yəni, həm danışanda bu arada çox istifadə olunacaq bu, həm writingdə istifadə eləməyinizi çox tövsiyə edirəm. Çünki mürəkkəb cümlə qurmağa kömək eləyən, çox qəşəng bir dərsdir. Yəni, buna mütləq baxın, ehtiyatlı olun buradan. Bəs bunların hansı harda olacaq, hansı cümlədə olacaq, biz bunu öyrənək. Çünki hamısı bir-birinə oxşayır. Və burada fikir verin, bir dənə bağlayıcı yoxdur. Bu da hansıdır? Baxın, what bağlayıcısı yoxdur. Ehtiyatlı olun, what yoxdur, amma digər yerlərdə ola bilər. Bəs mən nə biləcəm ki, bunlar hansı yerdə uyğunlaşacaq? Çünki bunların fərqli-fərqli versiyaları var. Deməli, əgər nöqtələr, cümlənin ortasına nöqtə qoyulur axı ki, biz bunu yazaq deyə hansı bağlayıcı olduğu. Nöqtənin əvvəlində isim olarsa, burada isim və ya törəmə əvəzlikdə yazıram. Yəni, törəmə əvəzlikdə zaten ismi əvəz elədiyinə görə bunu götürürük. Yəni, o everyone, everything, tutaq ki, everywhere və yaxud da no one tipli bir şeylər olarsa, someone məsəl üçün, ona da aiddir. İndi uzun sözün qısası isim. Əgər nöqtənin əvvəlində isim varsa, bu qaydanı yadda salın. Yox, gördünüz ki, yoxdur isim, sadəcə feildir, əvəzlikdir, filandır, başqa şeylərdir. Bunların hamısı hansı tərcüməyə uyğundur, onu yazacaqsınız. Amma bu qaydada bunları tərcümə ilə yerinə qoysaz, bu artıq çox güman ki, variantın səhv olmağına səbəb olacaq, ehtiyatlı olaq. Nöqtənin əvvəlində isim var dedim. Bəli, burada nə yazırıq? Biz artıq burada relativi gətiririk, qoyuruq. Bəs necə isim olsun? Deməli, mən bunların hamısını bir-bir burada qeyd edirəm. Dəftərinizdə qeyd edin, daha sonra isə testlərdə. Dedik ki, nöqtənin əvvəlində isim olanda bu qaydadır. Bu qaydada nə yox idi? What. Variantda avtomatik. What-u çıxardırıq. Bir dənə yükümüz azalır. Əgər nöqtənin əvvəli canlı şəxs, yəni canlı demirəm, çünki canlının içərisində heyvanlar da aiddir. Ona görə şəxs sözünü xüsusi vurğulayıram. Nə bilim, he, she, it, Əhməd, Məhəmməd, kim olur olsun, burada bir teacher, doctor, fərqi yoxdur. Bir canlı bir şəxs gördünüzsə nöqtənin əvvəlində, burada nə olacaq? 3 dənə variantım artıq avtomatik ortaya çıxır. Yəni, who, whom, whose'lardan biri burada olacaq. Bəs hansı biri olacaq? Bunu yoxlayırıq. Əgər nöqtədən sonra birbaşa xəbər gələcəksə, burada nə olacaq? Who. Deməli, nöqtədən əvvəl canlı şəxs, nöqtədən sonra birbaşa xəbər gələcəksə, bu nöqtələrin yerində olacaq who bağlayıcısı. İkinci qaydamız isə nədir? İndi nöqtənin əvvəlində yenə üçü daxı canlıdır. Mən bunları seçməliyəm. Yenə canlı, mən bura şəxs qeyd edirəm. Canlı şəxs olub, amma nöqtədən sonra mübtəda xəbər gəlirsə, bu qaydaları əzbərləyək ki, testi tətbiq edəndə yaxşı yadınızda qalsın. Mübtəda xəbər gəlirsə, məsəl üçün you showed me,
və yaxud da I teach him, fərqi yoxdur. Mübtəda xəbər gəlirsə, burada nə olacaq? Whom. Baxın, burada olacaq whom. Burada bir kiçik bir dənə detal var ki, nədir? Bunu mən sizə əlavə olaraq deyirəm, yadınızda saxlayın. Baxın, who-mu əvəz edə bilər. Yəni, gördünüz, bu evin əsl sahibi whomdur. Amma bu who-vara buna gələ bilər əvəzə. Yadda saxlayın, yəni bu who-mun yerində də istifadə oluna bilər. Təbii ki, variantlarda yan-yana olmayacaq. Olsa belə əsl sahibini götürürük, amma yadda saxlayırıq da, yəni who-mun yerinə who da bəzən gələ bilər. Sonra keçirəm üçüncü qaydamıza. Üçüncü who's-un yerini öyrənirəm indi. Nöqtənin əvvəlində canlı şəxs var. Nöqtələrdən sonra isə isim gəlir, artiklesız isim gəlir. Thought, düşüncə, pen, qələm. Nə bilim, house, ev. Yəni, isim gəlir, orada mən artıq bura nə yazacağım? Whose, yəni kimin ki. Deyirəm ki, tutaq ki, Leyla, whose idea is good. Leyla kimin ki ideyası yaxşı idi. Başa düşdünüz, bunu nətə deyirəm? Artıq ismi gətirirəmsə, burada olacaq whose variantı. Sonra gəlirəm which-ə. Biz canlılarla işimiz bitdi. İndi nöqtənin yerindəki which nə vaxt olar, onu öyrənirik. Əgər nöqtənin əvvəli, yenə isimdir, əlbəttə bu qayda. Nöqtənin əvvəli cansız və ya heyvanlar olarsa, burada nə olacaq? Which. Nöqtənin sonrası artıq mənə aidiyyəti yoxdur. Çünki əvvəlində cansız gördüm. Nöqtənin əvvəlində gördüm table. Nöqtənin əvvəlində gördüm nə bilim, cat, nöqtənin əvvəlində gördüm, lövhə, cansız bir şey gördümsə, burada nə olacaq? Which. Gəlirik bizim mehriban zətimizə. Bu zət çox mehribandır və əvəzə gedir. Yəni, nə ilə əvəz eləyir? Zətin 3 dənə əvəz edicisi var. Who, whom və which. Who, whom, which. Bu zətin dostlarıdır. Yəni, bu nə demək olur? Deməli, mənim bu yerdə zət də gələ bilər. Bu yerdə zət də gələ bilər. Bu hissədə zət də gələ bilər. Yəni, zət bunları əvəz edə bilir. Daha sonra, altını burada yazın. Altıncı nədir? When. Məncə artıq söhbəti tutdunuz. Nöqtənin əvvəlində nə olsa when olar. Nöqtənin əvvəlində zaman anlayışı olarsa, burada nə olacaq? When, tutaq ki, day, yesterday, year, bir zaman anlayışı varsa, burada olacaq when. Gəlirəm 7-yə, yəni where-yə. Bu nə vaxt olar? Əgər nöqtənin əvvəlində, məncə siz bildiniz artıq, məkan olarsa, city, nə bilim, bunlar olarsa, mən burada nə yazacağam? Where. Bu hissəni bir dənə açıqlayacağım başqa bir hissə ilə, ona ehtiyatlı olun. Where ilə. İndi qaldı ən axırıncı why. Bu isə sadəcə bir sözlə gəlir. The reason. Gördünüz ki, reason sözü var. Burada nə yazacağım? Why. The reason why. Bu olur mənim why hissəciyimi yerinə qoymaq. Bu qayda, bəli, əslində yenə deyirəm, çox çətin görsənir və çox səhv eləyirlər, amma asaddır. Narahat olmayın. Mən buranın ekran şəklini çəkirsiniz. Burada isə yəni artıq açıqlamaq istəyirəm ki, nə demək istədim burada. Söhbət nədən gedəcək? Nənə bu hissəni gedim ki, mən yəni açıqlamalıyam. Necə açıqlamaq? Baxın, where 3 formatda mövcuddur. Hansı formatdadır? Which, üstəgəl cümlə, üstəgəl in. Bu nə deməkdir? In varsa cümlənin sonunda, əgər cümlənin sonunda, baxın, nöqtənin əvvəlində tutaq ki, city var. O dəqiqə deyərik ki, burada V olacaq. Amma bu cümlənin sonunda in varsa, burada artıq mən V yaza bilmərəm. Niyə? Çünki in var. Deməli, mən burada nə yazacağım? Which. Çünki zaten bu which ilə bu in nəyə bərabər olur? V-yə. Yəni, citydən sonra zaten V-yə gəlmiş olur. Amma cümlənin axırındakı in var. Ehtiyatlı olun bu hissədən. Bu bizim bir növ tələ sualdır.
Sonra yenə in, üstəgəl which. Yəni bu tərsinə də ola bilər və yaxud da that, üstəgəl cümlə, üstəgəl in. Yəni burada in varsa mən burada which-i həm də that yaza bilərəm. Bu qədər bəsit. Yəni elə bir çətin bir şey yox idi. Halbuki çox çaşdırırlar bu hissə ilə, amma öyrənsək elə də çətin bir şey yox idi. İndi isə keçək testimizə. Mən testi də izah eləyirəm. Yenə deyirəm, hər hansı bir sualınız olarsa bizim Instagram adresimizdən bizə yaza bilərsiniz və yaxud da burada da qeyd edə bilərsiniz. Həmçinin Instagramda bizi takip eləməyi, eyni şəkildə YouTube'da da takip etməyi unutmayın. Bu bizim üçün çox gözəl bir xoş olar. Beləliklə isə keçirəm nəyə? Testlərə. Getdik testləri eləməyə. Bəli, testimizə keçid eləyirik. Baxın bu belə şəkildə testlər düşür. Testimiz necə olacaq bizdə qrammatika? Reading belə olacaq. Readingin içərisində 4 dənə boşluğu qrammatikaya aid olacaq. Bayaqlar izah elədiyim dərsə aid olsun deyə bu testimiz. İndi bütün variantları, yəni 8 boşluq var, 8-i də relativə aid elədim ki, sizə rahat olsun. Baxın, cümləni tam oxuyaq. Görək ki, mənim sizə məsləhətim bu readingi tam oxumağınızdır. In today's competitive academic world, students often look for mentors. Burada bir nöqtə görürəm. Mentors. Nöqtənin əvvəlində mentors var. Deməli, bu mentorları axtarırlar. Yəni, canlı bir isimdir də. Və canlı isim onda bayaqlar öyrəndik nə olacaq? Yahoo, Yahoo ya da whose. Amma arxasınca baxıram, can, guide. Yəni, feil gəlib. Deməli, bu mənim birinci hissəmə aid olan nədir? Nöqtənin əvvəli şəxs, nöqtədən sonra xəbər gəlir. İndi burada variantlarda bizim bu hissəmizdə nə olacaqdır? Who. Çünki nöqtənin əvvəli şəxs, nöqtədən sonra xəbər gələrsə, burada olacaq who. Who's da isim gəlir və ya məkandan sonra gəlir. Which cansızdan sonra gəlir. Burada olacaq who. Sonra gəlirəm ikinciyə. A good mentor is someone. Nə demişdim? Deməli, someone da olar törəmə əvəzliyi. Şəxsi də şəxsi əvəz edib. Yenə burada nə olacaq? Şəxsi olduğuna görə Yahoo, Yahoo, Yahoos. Amma arxasınca advice var, yəni isim var. İsim varsa someone və advice ortasında mən burada nə yazırdım? İki isim arasındakı da whose yazırdım. Who xəbər gətirirdi. Which cansızdır. Whom isə özündən sonra mübtəda xəbər gətirirdi. İsim gətirib, advice gətirdiyinə görə burada olacaq whose. Tərcüməsinə də baxaq. Deyirəm, kiminsə məsləhəti, kimin ki məsləhəti yaxşı tutaq ki, real təcrübələrə dayanır. It's based on real experience and careful observation. Keçirəm indi o birisi hissəmizə. Many universities organize research programs. Programs deməli burada nədir? Proqramlar artıq nöqtənin əvvəli cansız bir isimdir. Ondan sonrakına mən baxmıram. Çünki nöqtənin əvvəli canlı olanda baxırdım ki, who-mu yazım, who-mu yazım bilmirdim. Programs cansızdır. Mən burada nə yazacağım? Əlbəttə ki, ancaq which. Çox bərbad yazdım. Gedək which-i tapaq. Deməli, 3-də olacaq which. Yaxşı, keçirəm 4-ə. The students work on projects, yəni projects proyektlərdir, cansız bir isimdir. Cansızdır burada nə olacaq? Which. Görürəm which varmı variantlarımızda? Which yoxdur. Which-in o dəqiqə padruqası gəlsin. Əvəz edicisi nə idi? That. Deməli burada which-in yerinə that-i qoydum. İndi keçirim o biri cümləmizə. These programs are usually held in summer. In summer fəsil gördük, vaxt gördük. Məkan, daha doğrusu vaxt bildirən bir anlayışda biz burada nə yazırdıq? When. Gedək 5-də when-i tapaq. When uyğunlaşdı. İndi keçirəm 6-ya. Burada bir yerdə bir səhvlik var idi. Mən onu düzəldim. Bunu bir dənə çıxardım ki, sizi qarışdırmasın. Aha. Deməli, davam edim qırmızı qələmlə. Aha. The laboratory. Baxıram burada məkan, laboratoriyadan gedir söhbət. Məkan bildirdi. Məkan bildirəndə biz burada nə yazırdıq? 6-da where. Baxaq where hardadır? B variantı. Burada oldu where. 7-yə baxıram. Is equipped with modern technology. Artıq müasir texnologiya ilə təchiz olunub. Hansı ki was funded by international organization. Nöqtənin əvvəl texnologiya. Deməli burada artıq cansız bir isim oldu. Burada mənim nə yazacağım? Cansızın yanında yazırdım. Which. Burada that da var, that da götürür. Ümumiyyətcə which və that eyni olur. Ona görə 7-dən narahat olma. İndi bu variantı artıq düşüb, amma which və that olan yerləri eyni götürə bilərik. Onların arasında fərqimiz
yoxdur. Most of var idi burada. O bizə aid olan qrammatika deyildi. Most of olduğuna görə which olacaq, ona görə zət olmazdı. Mən sadəcə burada bunu sildim ki, gözümüz qarışmasın. Ona görə həm which həm zəti yaza bilərəm. Sonra gəlirəm axırıncı nöqtələrin əvvəlinə. Görüm axırıncı nöqtənin əvvəlində nə var? Students var. Canlı bir şəxs var. Nöqtədən sonra nə var? Applications are accepted. Artiklesız isim var. Mübtəda xəbərlə çaşdırmayın ha. Burada mübtəda xəbər deyil. Mübtəda xəbər olması üçün applications'ın article-la olması lazım idi və burada və yaxud da şəxs əvəzliyi olması lazım idi. Bu sadəcə isimdir. İki isim arasında da nə yazırdım bayaqlar dedim? Whose. Bu da olur bizim qrammatikamızın yeni doktorantura qaydasına əsasən hazırladığımız testimiz. Uğurlar hər kəsə dostlar.